birisinin rəqəmsal təqdimatıdır. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı bəşəriyyətin bütün sahələrində təsir göstərdiyi kimi, musiqi elmi və sənətinin də tədqiqi, qorunması və tətbiqi istiqamətində mühüm imkanlar açmışdır. Ənənəvi nəşr formaları ilə yanaşı, rəqəmsal platformalar elmi və yaradıcılıq fəaliyyətinin geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Azərbaycan musiqi elmi və mədəniyyəti də bu prosesləri kənarda qalmamış, milli musiqi irsinin internet mühitində sistemli şəkildə təqdimatı cəhətdən mühüm addımlar atılmışdır. Bu istiqamətdə musiqi dünyası portalı, Üzeyir Hacıbəyinin virtual muzeyi və Üzeyir İcazkar Dünyası layihəsi xüsusi əhəmiyyət kəsb edir. Onların hər biri təkcə elmi informativ xarakter daşımır, həm də milli musiqi irsinin müasir dövrə adaptasiyasını təmin edən yaradıcı mədəni təşəbbüslərini çıxış edir. 1999-cu il sentyabrın 18-də təsis edilən Musiqi Dünyası jurnalı və onun onlayn versiyası Musiqi Dünya.az saytı Azərbaycan musiqişünaslıq elminin və sənətşünaslığının inkişafında mühüm bir mərhələni təşkil edir. Saytın redaksiya heyəti xalq artistlərindən, elmlər və fəlsəfə doktorlarından, professorlardan, əməkdar elm və incəsənət xariclərindən ibarətdir. Baş redaktor və naşir Azərbaycan Respublikasının əməkdar incəsənət xarici, sənətşünaslıq doktoru, professor Tariq Məmmədovdur. Portalın bölmələri əsas səhifə, bizim nəşrlər, arxiv, redaksiya heyəti, məqalələrin tərtibat qaydaları, müəllif hüquqları və lisensiya siyasəti müasir elmi jurnalların beynəlxalq standartlarına tam uyğun şəkildə qurulmuşdur. Musiqi Dünyası portalı Azərbaycan musiqi irsinin müxtəlif istiqamətlərini, yəni xalq musiqisi, muğam, bəstəkar yaradıcılığı, müasir ifaçılıq və pedagogika sahələrini geniş elmi materiallar, məqalələr və lisensiyalar vasitəsilə təqdim edir. Portalın əsas məqsədi yalnız informasiya paylaşımı deyil, həm də elmi biliklərin sistemləşdirilməsi və gənc tədqiqatçılar üçün açıq müzakirə forması yaratmaqdır. Beləliklə, sayt milli musiqi elminin rəqəmsallaşdırılmasında aparıcı rol oynamış, həm yerli, həm də beynəlxalq musiqişünaslıq mühitinə inteqrasiya üçün etibarlı vasitəyə çevrilmişdir. Bu rəqəmsal fəaliyyətin məntiqi davamı kimi formalaşan Üzeyir Hacıbəylinin virtual muzeyi layihəsi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığını rəqəmsal müstəviyə daşıyır. Sayt Üzeyir İrs.musiqidünya.az ünvanında fəaliyyət göstərir və ziyaretçilərə bəstəkarın həyat və yaradıcılığının müxtəlif mərhələlərini interaktiv şəkildə təqdim edir. Virtual muzeydə Üzeyir Hacıbəylinin not əlyazmaları, tarixi sənədlər, foto və video materiallar, həmçinin nadir ahiret səsiyatmaları təqdim olunur. Burada musiqişünasların elmi şərhləri, araşdırma məqalələri və xronoloji məlumatlar da yer alır ki, bu da layihəyə həm elmi, həm maarifçi, həm də mədəni dəyər qazandırır. Bu virtual platforma musiqi tarixinin mühafizəsində ənənəvi muzey konsepsiyasını rəqəmsal müstəviyə daşıyaraq istənilən istifadəçiyə mədəni irsə sərhədsiz çıxış imkanı yaradır. Eyni zamanda Üzeyir rəng irsinin öyrənilməsində müasir təhsil modellərinə uyğun yeni yanaşma təklif edir. Bu baxımdan Musiqi Dünyası portalı və Üzeyir Hacıbəylinin virtual muzeyi arasında qarşılıqlı əlaqə, elmi maarifçiliyin rəqəmsal mühitdə vahid informasiya sisteminə çevrilməsinə xidmət edir. Bu layihələrin ideya və konseptual rəhdini tamamlayan ən mühüm təşəbbüslərdən biri də Professor Tariq Məmmədovun rəhbərliyi ilə ərsəyə gəlmiş Üzeyir İcazkar Dünyası kitabıdır. Əsər təkcə Üzeyir Hacıbəylinin yaradıcılığını elmi nəzəri aspektdən təqdim etmir, həm də oxucuya musiqi dünyasını fərqli, intellektual və interaktiv müstəvidə kəşf etmək imkanı yaradır. Layihənin müəllifi və rəhbəri Professor Tariq Məmmədov, intellektual oyunların tərtibçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirova, elmi redaktoru isə kulturologiya üzrə fəlsəfə doktoru Nasib Tigan Əliyevadır. Kitabın məzmunu klassik biografik və elmi üslubdan fərqli olaraq oyun elementləri, testlər, tapmacalar, musiqi situasiyaları və sual-cavab formatlı bölmələrlə zənginləşdirilmişdir. Bu təqdimat forması həm gənc oxucular, həm də musiqi təhsili alan tələbələr üçün elmi bilikləri mənimsəmə prosesini asanlaşdırır. Əsərin məqsədi yalnız məlumat ötürmək deyil, həm də oxucunu düşünməyə, bəstəkarın yaradıcılıq məntiqini dərk etməyə sövq edir. Beləliklə, kitab musiqi tədrisi
öyrənməsində və özünü tədris prosesində didaktik vasitə kimi mühüm rol oynayır. Üzeynin icazkar dünyası layihəsi həm məzmun, həm də forma baxımından Azərbaycan musiqişünaslıq ənənəsində yenilik yaradır. Kitabda Üzeyir Hacıbəylinin sənət dünyası təkcə faktoroloji məlumatlarla deyil, həm də onun bədii estetik prinsiplərini fəlsəfi təhlili ilə təqdim olunur. Icazkar dünya anlayışı burada simbolik məna daşıyır. O, həm bəstəkarın yaradıcılıq dünyasının dərinliyinə, həm də milli musiqinin bəşəri miqyasda dəyərləndirilməsinə işarədir. Bu layihə eyni zamanda musiqi dünyası portalının yeni prinsiplərini praktik səviyyədə davam etdirərək, musiqi maarifçiliyində tətbiqi interaktivlik ideyasına reallaşdırır. Əgər portal və virtual muzey bilgi paylaşımı üçün platforma yaradırsa, Üzeyir icazkar dünyası kitabı bu bilikləri oxucuya emosional və intellektual təmas göstərisinə gətirir. Bu baxımdan hər üç layihə bir-birini tamamlayır və Azərbaycan musiqisinin qorunması, öyrədilməsi və dünya auditoriyasına təqdim olunmasında vahid mədəni sistem yaradır. Beləliklə, bu təşəbbüslər Azərbaycanın musiqi elminin rəqəmsal dövrdə yenilənən simasını formalaşdırır. Onlar həm ənənəvi elmi nəzəri tədqiqat metodlarını, müasir texnologiyalarını birləşdirir, həm də milli musiqi işinin tətbiqində innovativ pedaqoji üsulların tətbiqinə şərait yaradır. Musiqi dünyası portalı, Üzeyir Hacıbəylinin virtual dünyası və Üzeyir icazkar dünyası kitabı bir-birindən fərqli istiqamətləri təmsil etsə də, mahiyyət etibarilə eyni məqsədə xidmət edir. Azərbaycan musiqisinin zəngin irsini yeni nəsillərə və beynəlxalq mədəniyyət